Bir dənə mənə desinlər ki, bu insanlar məktəbə necə gedirlər, biz təcili yardımın arxasıca gedirik. Bax, inanın Allaha evə getmək olmur, qapıdan girmək olmur. Bax, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Bol market, hə? Bolluq tərəf. Siz Allah, bu nədir? Bunlar harda yaşayırlar? Kənd deyil bura. Mən təcili yardıma yalvardım ki, ehtiyatlı ol, batıb qalarsan. İnsanlara ziyan verməyən, qapı evlərə girmək mümkün deyil. Bütün suba beləcə yığılıb. Bütün küçələrin günü ağır xəstə idi. Biz yardım gətirmişdi. Allah bacıdan, Şəfa bacıdan razı qalsın. Yardımı gətirəndən sonra yardımı var idi. Xəstənin ağır olduğunu gördük. Buyurun. Təcili yardımın arxasıca Allah onlardan da razı qalsın. Təcili xəstəni götürürlər. Hələ birinci poliklinikaya götürür. Deyir, evə gəlməsə 35 manat ödəməsən. Onu da deməsəm ölərəm. Allaha and olsun, xəstə can versən. Buradan xəstəni sağlam çıxarda bilmərsən. Bu yollardan çəkildiyi kimi görünmür. Bax, vallah billah, sürətli sürməyi demirəm ha. O təcili xəstəni çatdırma var ha. Mümkün deyil. Elə xəstə yolda qalacaq. Bacı, sən də ehtiyatlı ol maşınınla.